Birinci öz nəfsimə, öz naqis nəfsimə, sonra da sizin şərəfli və kəramətli nəfslərinizə Allah Subhanahu wa Ta'aladan haqq təqvasına qorxmağı nəsihət edirəm. Və o nəsihət ki, o təqva ki, Allah Subhanahu wa Ta'ala öz nəbisinə, öz Rasuluna Muhammed sallallahu aleyhi ve sellemə o təqvanı əmr edib. O təqvanı vəsiyyət edib. Və o təqvaya aparan haqq təqvasına, yəni Allah Ta'aladan ona layiqi şəkildə, ona layiqincə Allahdan qorxmağa aparan təqva, yəni ki, Allah Subhanahu wa Ta'ala öz kitabında və Resulü Muhammed sallallahu aleyhi ve sellem öz sünnəsində biz onları bəyan edib. Və onun o təqvaya yaxınlaşdıran, o təqvaya çatdıran səbəblər var. Bu səbəblərdən də ən birincilərindən daha doğrusu müsəlmanın, müminin ona dinində kömək eləyən, ona Allah Subhanahu wa Ta'aladan qorxmaqda yardım eləyən, kömək eləyən qardaşlarının olmasıdır. O qardaşlar ki, ona hər zaman Allah Ta'aladan qorxmağı nəsihət edər və xətalarını onlara bildirərlər. Və bu gün də qardaşlıq haqqında, o qardaşlıq və o qardaşlığa aparan yollar haqqında ki, daha doğrusu o təqvaya aparan o yollar ki, qardaşlıqdan keçir, ona aid bəzi faydalara toxunmaq istəyirəm. Təbii ki, birinci özümə, sonra da sizin üçün. Allah Subhanahu wa Ta'ala öz kitabında o möminlərə, müsəlmanlara, ona tabi olanlara, öz qullarına xitab edərək buyurur ki, وَلَا تَفَرَّقُوا Hamımızın məhşur olaraq bildiyi ayədə وَاعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا Firqələrə bölünməyin ayəsi. Və bu ayədə Allah Subhanahu wa Ta'ala təfriqəçilikdən çəkindirməklə onun əksini əmr etdi. Yəni ki, cəmaat olmağı Allah Subhanahu wa Ta'ala öz qullarına əmr etdi. Və hədisdə, daha doğrusu üzr istəyirəm ayədə və ayədə diqqət etirsəz, Allah Subhanahu wa Ta'alanın firqələrə bölünməmək deyə əmr etdiyi, yəni cəmaat olmağı əmr etməkdir. Və o cəmaatın da ki, necə olması və hansı cəmaat olması haqqında da Allah Ta'ala öz kitabında bizə vurğuluyur. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Allah Subhanahu wa Ta'alanın bu ayəsini öz ümmətinə izah edərkən və birləşməyi də üç şeylə izah etdi. Və Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, Allah Subhanahu wa Ta'ala sizə cəm olmağı, cəmaat olmağı əmr etdiniz ki, səhihində, İmam Müslim rahiməhullahın səhihində gələn hədisdə Suheyl ibn Əbi Salihin rahiməhullahın öz atasından və onun da Əbu Hüreyra radiyallahu anhudan rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, İnna Allah yarda lekum thalathan. Allah Subhanahu wa Ta'ala sizdən üç şeydə razı qalar və yasxatu lekum thalathan və həmçinin üç şeydə sizə qəzəblənər. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, yarda lekum ən tə'buduhu, sizdən razı qalar. Ən birincisi ən tə'buduhu və la tuşriku bihi şey'ən və Allah Subhanahu wa Ta'ala ibadət edəsiz və ona heç bir şeyi şərik qoşmadan. Və sonra ikinci olaraq da və ən tə'tasimu bihablillahi cəmi'an və la təfərraqu Allah Ta'alanın ipindən, yəni dinindən, o din ki, siz əhd bağlamısınız, sizə Allah Subhanahu wa Ta'alanın verdiyi vədin qarşılığında Allahdan əhd bağlamısınız və o dininizdən möhkəm yapışmaqla və üçüncüsü isə və ən tunasihu mən vəllahullah əmrakum və Allah Ta'alanın sizə vəli olaraq, yəni əmir sahibi olaraq seçdiyi kəslərə nəsihət etmək və onlarla məsləhətləşmək. Bu Allah Subhanahu wa Ta'alanın qullarından, möminlərdən razı qaldığı üç şeydir. Və üç şeydən ikincisine diqqət yetirdirsə qardaşlar, Peyğəmbər sallallahu aleyhi ve sellem burada buyurur: "Və en te'tasimu bihablillahi cemi'an və la teferruqu." Allah Ta'alanın ipindən, yəni dinindən, Quran və sünnədən bərk yapışmaq və firqələrə bölünməmək. Və həmçinin bu sözdən Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözdən həmçinin başa düşə bilərik ki, və Allahın ipindən yapışmaq, yəni dinindən yapışmağın ziddidir ki, təfriqəçilik, yəni firqələrə və məzhəblərə bölünmək. Və həmçinin də Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözün ardınca da buyurur ki, və yasxatu lakum thalathan, və həmçinin də üç şeydən də sizdən Rəbbiniz olan Allah qəzəblənər. Ən birincisi qilə və qal, dedilər, deyirlər. Yəni ki, hər eşitdiyini danışmaq. İkincisi isə kəthratus sual, lazımsız suallar.
Üçüncüsü ilə və idaətul mal və Allah Taala'nın verdiyi malı boş yerə zay etmək. Və bu üç dənəsinə, bu üç şeyə Peyğəmbər sallallahu əleyhi və səlləm hansı ki Allah Subhanahu va Taala'nın qəzəbinin olduğunu buyurur. Təbii ki, o üç şeylər çoxdur. Bu sarıcılıq, o çox Allah Taala'nın çox qəzəbi olan şeylərdən sarıcılıq üçüydü. Və ən birincisinə baxın qardaşlar, və qilə və qal, deyirlər, dedilər. Yəni müsəlmanın, çünki Peyğəmbər sallallahu əleyhi və səlləm başqa hədislərə baxanda nə buyurur? Mömin sifətindən deyil, bir müsəlmanın, bir kişinin yalançı olmağını kifayət eləyər ki, hər eşitdiyini danışsın. Və həmçinin də təfriqəçiliyin, yəni dində parçalanmağın səbəblərindəndir ki, insan öz dinindən gələn dəlilləri, əslən şübhələri din kimi görüb və qilə və qal deyirlər, dedilər, nə götürməsindədir. Və həmçində ikinci müsibət isə bugünkü gündə çoxalır, təəssüf. Və onlardan ikincisi isə və kəthratus sual, necə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduğu kimi, lazımsız suallar, yəni faydasız suallar. Və üçüncüsü isə bu da ümmətin təəssüf olsun ki, zəif olan yerlərindəndir ki, adını da qoyublar ki, Allah yolunda xərcləyirik, amma əslində qalsa Allah yolunda xərclənəcək bir şey yoxdur və Allah Taala'nın verdiyi malı zay etməkdir. Çünki baxırsan ki, ümmətə o kəslər ki, mallarını zay edirlər, onların xeyir yerlərdə mal xərcləri yoxdur. Xeyir yerlərdə öz mallarını xərclədiyini görmürsən və mübahlara daldıqları və mübahlarla öz mallarını zay etdikləri görülürsə, artıq bu Peyğəmbər sallallahu əleyhi və səlləm buyurduğu idaətul mal, yəni müsəlmanın öz malını, mülkünü zay etməsidir. Və həmçinin də bu təfriqəçilik barəsində Peyğəmbər sallallahu əleyhi və səlləm həmçinin buyurur ki, və bu firqələrin içində firqələrin sayı təbii ki, hamınız bilirsiniz ki, Peyğəmbər sallallahu buyurur ki, 73 firqəyə ümmət parçalanıb. Və hamısında səbəbləri var. Səbəblərindən bəzilərini, əsas ikisini biz burada vurğuladıq ki, insanların Allah Subhanahu va Taala'nın dinindən, yəni Quran və sünnədən yapışmamaları və ikincisi isə və qilə və qal, dedilər və deyillərə meyl etməkləri və üçüncüsü isə lazımsız suallarla artıq firqələrə bölünməkdir. Çünki adi baxarsınız bidət əhlinə, İslam dini içində oluşan firqələrə baxsaz, hamısı lazımsız suallardır. Hamısı lazımsız suallar və mənbəsiz gələn elmlərdir. Çünki hər bir bidət firqəsində bunlar əsasdır və hər bir bidət firqəsi zaten dəlilləri olmadığına görə və dəlilləri olmayan, yəni şübhələrin adını dəlil qoyduqlarına görə artıq onların mənhəcləri və onların dinlərinin üzərində olan, qaydalarının üzərində olan şübhə yəni dəlilləri, özlərinin qoyduğu dəlillərdir və onlardan sadəcə olaraq bir dənəsi isə fırqatun naciyə, uğur qazanmış firqədir və uğur qazanmış firqə də kimlərdir? O kəslər ki, Allah Resulü Muhammed sallallahu əleyhi və səlləmə tabe olurlar və onun sahabələrinə. Və nə üçün sahabələr? Çünki bir müəllimi doğru başa düşmək üçün gərək ya onun tələbəsi olasan, ya da tələbələrindən o şeyi götürəsən. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də müəllimlərlə üstün idi. Və onun necə gözəl bir müəllim olması zaten sahabələrin həyatından göründü. Çünki müəllim nə qədər yaxşı olarsa, müəllim nə qədər üstün olarsa, onun öz tələbələrində artıq o təzahür göstərir. Və qardaşlığın möhkəmlənməsi və yaxud da qardaşlıqda möhkəmlənmək, qardaşlığın daim insanın qəlbində, möminin qəlbində, Allah bizi var eləsin, möminin qəlbində sabit qalması üçün olan əsaslardan da biri müsəlmanın müsəlmana, yəni möminin möminə daim dəstək və yardım olmasıdır. Və Allah Subhanahu va Taala kitabında buyurur ki: "Və təavanu aləl-birri vət-təqva və la təavanu aləl-ismi vəl-udvan." Allah Taala buyurur söz kitabında, yaxşılıqda və təqvada, yəni Allahdan qorxmaqda yardımlaşın və günahlarda və düşmənçilikdə isə yardımlaşmayın. Və diqqət yetirsəz, İbn Cərir rəhmətullahi aleyh buyurur ki, ayədə günahda və düşmənçilikdə. Çünki Allah Taala deyir ki bizə və la təavanu aləl-ismi vəl-udvan. Zahirən günah və düşmənçilik eyni görünür. Amma əslində qalsa günah və düşmənçilik fərqli şeylərdir. Və İbn Cərir rəhmətullahi aleyh buyurur ki, əl-ismu tərku ma əmrəllahu bi fi'lihi. Günah odur ki, Allah Subhanahu va Taala'nın əmr etdiyi feillərin tərkidir. İltim, yəni günah, Allah Subhanahu va Taala'nın o şeyləri ki, əmr edib, o şeyləri tərk etmək, o feillər, yəni namaz, oruç, həc və s. O feilləri tərk etmək günahlardır. Və əl-udvan nədir?
Və burada şeyx buyurur ki, "Əl-mücavazatu ma haddallahu fi dinikum." Yəni Allah Subhanahu va Taala'nın sizə dinində əmr etdiyi şeylərə mane olmaq. Və sonra şeyx burada buyurur ki, İmam Əhməd rahmehullahın Ənes bin Malik radiyallahu anhudan gətirdiyi hədisi dəlil gətirir əl-mücavazatu kəlməsinə, yəni ki, mane olmaq kəlməsinə. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Unsur axaka zaliman ev mazluman." Zülm edən və zülm olunan qardaşlığa kömək ol. Və sahabələr soruşurlar ki, zalıma, zülm olunana kömək aydındır. Bəs zülm edənə bəs necə kömək olunsun? Çünki məzlumun köməyi necədir? Onu zülmdən qurtarmaq. Bəs zülm eləyənə kömək. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, onu da zülm etdiyi şəxsdən ayırmaq, yəni onun zülmünə mane olmaq zalım üçün köməkdir. Çünki ona köməkdəndir ki, ona o günah yazılmasın. Və sonra hədisin sonunda da Peyğəmbər İbn Cərr rəhmətullahi aleyh buyurur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "Təhcizhu təmnə'hu." Necə ki sözün əvvəlində gəldiyi kimi, hədisin əvvəlində gəldiyi kimi. Yəni ona mane olun. Yəni əl-udvan kəlməsini hal-hazırda şeyx bizə izah etməkdədir ki, əl-udvan, yəni Allah Taala'nın dediyi kimi günahlarda və düşmənçilikdə yardımlaşmayın. Yəni düşmənçilik Allah Subhanahu va Taala'nın bizə əmr etdiyi şeylərdə mane olmaq. Yəni günah və düşmənçilik fərqli şeylərdir, ortaq məxrəc eyni olsa da belə. Və həmçinin də İmam Əhməd rəhmətullahi aleyhi möminin dərəcələri haqqında danışır. Və gördüyünüz kimi qardaşlar, möminlərin dərəcəsi eynidir. Necə ki sahabələrin dərəcələri eyni olmadığı kimi. Sahabələr də bütün sahabələr Əbu Bəkr kimi olmadı. Əbu Bəkr kimi olmadı radiyallahu anhu və yaxud da Əli radiyallahu anhu kimi, Osman ibn Affan radiyallahu anhu kimi deyildilər. Əbu Hüreyrə radiyallahu anhu kimi deyildilər. Onların arasında təfavüt, yəni fərqlər var idi. Biri birindən üstün və biri isə başqa şeylərdə bir-birlərinin üstündür. Əgər sahabələr, Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabələri əgər bir-birlərinin arasında eyni halda, eyni dərəcədə deyillərsə və möminlər mümkün deyil ki, Allah iman gətirənlər mümkün deyil ki, öz aralarında eyni olsunlar. Və İmam Əhməd rəhmətullahi aleyhi buyurur ki, "Əl-mu'minu əl-ləzi yuxalitun nas və yasbir alə ədahum." Möminin sifətindən danışır. Birinci ən üstün mömindən danışır. O mömin ki, insanlara qarışar və onların əziyyətlərinə, istər dinlə olsun əziyyət, istər əllərin olsun əziyyət, onların əziyyətlərinə, verdiyi əziyyətlərə səbr edər. Ə'zama əcran, ən üstün dərəcədədir hansı möminlər? Minəlləzi la yuxalitun nas və la yasbir alə ədahum. O mömin ki, insanlara qarşı olan əziyyətlərini hiss eləmir. Və bu da onu göstərir ki, möminin sifətləri, möminin sifəti insanların əziyyətlərinə, Allahın dini üçün təbii ki, insanların əziyyətlərinə, Allahın dini üçün, dəvəti üçün səbr edən mömin, özü ibadət edib, Allahın dinində səbr etməyən mömin kimi deyil. Və bu məsələlər, qardaşlar, nə üçün çəkilir? Çünki başlanğıqda dediyim kimi, qardaşlıq Allah Subhanahu va Taala'ya olan təqvada bir vəsilədir, bir köməkdir. Çünki qardaşlıq olmasa, düzgün qardaşlıq olmasa, artıq o təqvaya gedən yol asanlaşmayacaq, çətinləşəcək. Və həmçinin də möminlərin sifətləri fərqlənir. Və nə üçün bu sifətlər deyilir, qardaşlar? Çünki ola bilər hansısa bir müsəlman özünü orada görməsin. Özünü orada görməsin ki, filan kəs başqa cürdür, hər gün məsələ gedir, filan kəs həccə gedir, filan kəs ümrəyə gedir. Amma mən onun kimi deyirəm, xeyr, hər bir möminin öz xeyri, öz bacardığı Allahın dinində bir köməyi dəstəyi var. Necə ki, bəzi bu vurguladığımız hədislərdə gördüyünüz kimi. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem hətta insanların əziyyətlərinə səbir etməyib kənara çəkilən bir möminlər dandırdı axı. Demək, onlara xeyirlər var. Əgər o Rəbbi qatında mömindirsə, demək, onda da fayda var. Demək, o da Allah Subhanahu va Taala'dan layiqincə olan qorxunu öz qardaşlarını nəsihət edib onları xeyirlərə əmr etmək bacarığındadır. Çünki Allah Subhanahu va Taala elə özü mömin adlandırmışdır. Və həmçinin də mömin, hələ bu danışdığımız, dediyimiz möminlər kimləri idi? Əllərindən şər gəlməyənlər. Amma möminlər var, əllərindən şər də gəlir. Necə ki, Allah Subhanahu va Taala öz kitabında buyurur ki, وَاِنْ طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اِقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا. Əgər iki mömin tayfadan aralarında vursalar, onların arasını فَأَصْلِحُوا بَيْنَهُمَا. Onların arasını barışdırın.
Və görünür ki, möminlər hətta bir-birlərini əldə qaldıra bilərlər. Yəni, əgər diqqət yetirirsə, qardaşlar, yəni möminləri sıra-sıra saya-saya gəldik, az da olsa təbii ki, və bundan əvvəlki mömin sadəcə olaraq insanların səs-küyünə səbr etməkdən qorxduğu halda kənara çəkilən idi. Amma indi danışdığımız möminlər kimlərdir? Bir-birlərini əldə qaldıranlar idi. Allah subhanahu wa ta'ala möminlərini adlandırdı. Allah subhanahu wa ta'ala onların arasında olan bu düşmənçiliyi, onların arasında olan bu ədabətin qarşılığında demədi ki, onlardan salam kəsin, demədi ki, onları tərk edin. Hətta Allah Taala onların arasına fəaslihu beynəhuma, onların arasında sülh salın dedi. Və necə ki, ayədə gördüyümüz kimi Allah subhanahu wa ta'ala bir-birinə vuruşanları mömin adlandırdı. Və buna görə də İmam Buxari rəhmətullahi aleyhi dəlil çıxardaraq buyurur ki, insanı İslam dinindən hətta günahların böyüklüyü belə çıxartmaz. Hətta İmam Buxari buyurur ki, və in azumət, hətta o günahlar əzəmətli olsa da belə. Möminə əl qaldırması əzəmətli deyilmi? Və bu hədisə dəlil olaraq İmam Buxari rəhmətullahi aleyhi buyurur ki, hətta bu hədis dəlildir xavariclərə və onlara bənzəyən mü'təzillərə dəlildir ki, rəddir ki, daha doğrusu, möminin möminə hətta əl qaldırması belə insan İslam dinindən çıxartmırsa, bəs başqası necə? Və sonra İmam Buxari rəhmətullahi aleyhi hədis Həsən radiyallahu anhu haqqında Peyğəmbər sallallahu aleyhi ve sellemin Əbu Bəkr radiyallahu anhun rəvayət etdiyi hədisi xatırladaraq buyurur ki, Peyğəmbər Rasulullah sallallahu aleyhi ve sellem xataba yevmən və ma'ahu aləl minbər Həsən ibn Ali radiyallahu anhu, Allah ondan tasına razı olsun. Peyğəmbər sallallahu aleyhi ve sellem minbərdə olarkən, xütbə verərkən yanında da Həsən var idi. Hələ Həsən onda yaşı az idi. Fəcəalə yanzuru ileyhi marratan və ilən-nasi uxra. Və hərdən Həsənə baxırdı radiyallahu anhuya, hərdən də cəmaata baxırdı. Və sonra Peyğəmbər sallallahu buyurur ki, İnnə ibni hədə seyyidun və ləalləllah ən yuslihu bihi beynə fiəteyni aziməteyni. Bu, mənim ibnimdir, oğlumdur yəni ki. Hətta dəlillərdəndir ki, insan öz nəfəsinə belə oğul deyə bilər. Hədisə istidlal eləsək. Və Peyğəmbər sallallahu buyurur ki, mənim bu oğlum ümid edirəm ki, iki böyük bir müsibətin, iki qoşunun arasında olan, iki müsəlmanın arasında olan bir fitnənin qarşısını alacaq. Və Peyğəmbər sallallahu buyurur ki, hədisdə diqqət yetirdirsə buyurur ki, ən yuslihə bihi, sülh edəcək ikisinin arasında. Və öncə bilirsiniz ki, Peyğəmbər sallallahu bütün danışdıqları, bütün sözləri vəhy idi, vəhy də həyata keçdi. Və İmam Buxari rəhmətullahi aleyhi buyurur ki, yəni Həsən radiyallahu anhu haqqında deyir ki, Aslihallahu bihi beynə əhli-Şəmi və əhli-Əraq. Və Allah subhanahu wa ta'ala onun əli ilə İraq əhlini, yəni Muaviyə və Əli radiyallahu anhunun ordusunun arasını sülhə çağırdı, sülhə səbəb oldu. Həsən radiyallahu anhu. Və qardaşlar, bu hədisdə də fikir verdiniz ki, hətta möminin möminə əl qaldırması onu imanından, hətta o dərəcəsindən aşağı salmır. Sadəcə o vaxta qədər ki, o qəlbində o küfürü, haramı üzr istəyirəm, o haramı qəlbində böyütməyənə qədər. Və xavariclər bu hədisdən, müxaliflər bu hədisdən, təbii ki, qardaşlar, bu mövzuya biraz əlavə olaraq deyirəm. Və xavariclər bu hadisə haqqında və yaxud da buna bənzər hadisə haqqında müsəlmanlar üçün təkfir edirlər. Allah Taala'nın öz ayəsinin öz kitabında buyurur ki, وَمَنْ قَتَلَ مُؤْمِنًا مُتَعَمِّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ Əl-ayə. Allah Taala buyurur ki, kim bir mömini bir ayətini öldürərsə, onun yeri cəhənnəmdir. Bu hədisi tətbiq edirdilər. Ona görə bəziləri Əli radiyallahu anh'a qarşı çıxmaqda məqsədlərindən biri bu ayələr idi. Çünki onlar Allahın kitabından bu ayələri oxuyurlar. Hansı ki, bu ayə yahudilərə nazil olmuşdu və onu müsəlmanların üzərinə tətbiq etdilər. Və İmam Buxari rahimehullah da elə buna görə də buyurdu ki, bu hədis rəddi xavariclərə və onların yolunu gedən Mu'təzili firqəsinə. Və həmçinin də möminə qarşı olan dayağından, möminin möminə qarşı olan qardaşlığından Allah subhanahu wa ta'ala kitabında buyurur ki, İnnaməl mu'minuna ixvə. Yalnız möminlər qardaşlar. Fikir versəz qardaşlar, Allah Taala demir ki, İnnəl mu'minuna ixvə. Allah Taala buyurur ki, İnnaməl mu'minuna ixvə. Yalnız möminlər qardaşlar. Çünki əsl qardaşlıq daim olur. Hətta ruh bədənindən çıxana qədər. Amma başqa qardaşlıqlar ticarət bitəndə qurtarır. Hətta evlilik, talaq olanda qurtarır. Dostluq. Aydındır. Amma İslam dinində olan qardaşlıq elə deyil. Ona görə Allah subhanahu wa ta'ala öz kitabında buyurur ki, İnnaməl mu'minuna ixvə. Yalnız möminlər qardaş. Yəni, ruhları bədənlərindən çıxana qədər. Necə ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurduğu kimi, müsəlman haqqında, mömin haqqında buyurur ki,
Müminin möminə qarşı olan rəftar haqqında buyurur ki, "Əl-muslimu axul muslimi la yadrimuhu və la yuslimuhu." Bəzi rivayətlərdə "və la yahqiruhu." Mömin müminin, müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz və onu təhqir eləməz, onu rəzil eləməz. Və həmçinin də başqa bir hədisdə İmam Buxari rahimehullahın kitabında səhihində gələn hədisdə isə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Vallahu fi aunil abdi ma kana al-abdu fi auni axihi." Allah subhanahu wa taala bir qulun köməyindədir nə zaman ki o qul mömin qardaşının, öz müsəlman qardaşının köməyində olduğu müddətdə. Və bu da onu göstərir ki, qardaşlar, bu hədisdən diqqət yetirdiyimiz kimi müsəlmanın köməyində olması təkcə müəmməli mümkün olmur. Hətta onun dində olan nəsihət ona kömək, ən böyük kömək, dəstək, nusra onun dində olan köməkdir. Çünki əgər dinində kömək eləməyib, malında, mülkündə ticarət eləməyin nə faydası var ki? Elə bu özü zülmdür. Bir müsəlmanın başqa bir müsəlmana nəsihət etməməsi, onun dinində olan naqislikləri ona bildirməməsi, hansısa bir ticarət, dostluq və ya hansısa bir maraqların qarşılığında ən böyük zülm budur. Necə ki, Peyğəmbər sallallahu buyurur ki, "La yadrimuhu." Müsəlman zülm eləməz. Ən böyük zülm budur. Baxmayaraq ki, isə mömin olduğu halda. Və sonra İmam Buxari rahimehullah öz kitabında başqa bir hədis gətirir və orada Peyğəmbər sallallahu buyurur ki, "İzə da'al muslimu li axihi bi zahril ghaybi qala malakun amin." Əgər bir müsəlman başqa müsəlman üçün öz qəlbində, heç onun eşitmədiyi bir halda ona dua eləyərsə, mələklər də onun duasına amin deyərlər. Və deyərlər ki, "Və ləkə bimislihi." Və istədiklərinin eyni qədər də sənə nəsib olsun. Eyni qədəri də sənin üçün olsun. Bir müsəlman öz qardaşı üçün nə istəyir? Allahdan onun bağışlanmasını, xeyirlərin müvəffəq olmasını və bütün xeyirləri. Və burada görünür ki, möminin qəlbini möminə bağlayan vəsilələrdən, səbəblərdən biri qardaşın qardaşı üçün gizlində dua eləməsidir və bugünkü gündə çox azaldığı halda belə. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, qiyamət günü ümmətlər içindən insanlar gələcəklər ki, Allah subhanahu wa ta'ala günahkar insanlar gələcəklər ki, Allah Taala onların dağlar qədər etdiyi günahlar qədər əməllərini puça çevirəcək. Sahabelər təbii ki, dünya üçün rəğbət göstərməmişlər Allah Rasulunun yanına. Ona görə dünya üçün yox, elə Allah Rasulunun dinindən çıxan vəidləri, bu sözləri soruşarlar. Deyərlər ki, ya Rasulullah, hansı nə səbəb oldu ki, onlar əməl etmədikləri halda Allah onları bağışladı. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, qardaşlarının onlara etdiyi gizlində dualara görə. Fikir verirsə qardaşlar, o günahları bağışlanan şəxs öz əməllərini bağışlamır. O qardaşının ona etdiyi dualar üçün bağışladı. Necə ki, İmam Əhməd rahmetullahi aleyhi İmam Şafi'nin oğluna deyərdi ki, sənin atan o şəxslərdən biridir ki, mən hər fəcrdən, hər sübhdən qabaq onun üçün dua edirəm. Məgər İmam Şafi, İmam Əhməd rahimehullahdan xahiş eləmiş ki, mənim üçün dua edirsən? Təbii ki, xeyr. Ona görə bugünkü gündə müsəlmanların, ümmətin içində olan müsəlmanların, möminlərin, müsəlmanların zəifliyindəndir ki, öz qardaşları üçün gizlində dua etmək. Çünki gizlinin dua üçün lap üstündür, ən üstünüdür. Çünki zahirdə o bilər ki, ixlas zəifləsin. Amma gizlində yox. Gizlində ona qarşı qəlbində olan rəğbət hansısa odur. Amma zahirdə ola bilər ki, tərifləyəsən və s. Amma gizlində yox. Gizlində onun dərəcəsi, onun qiyməti sənin qədir qiymətinə, qəlbində hansı qədir qiymətə, hansı mövqeyə sahibdirsə, hansı dərəcədədirsə, o cür dua eləyəcəksən. Və qəlb də odur ki, orada dua eləsin. Necə ki, bir fayda olaraq deyirəm, İmam Muqbil rahimehullahı əmir çağırır, öz yanına çağıranda deyir ki, sən mənim üçün dua edirsən, onu imtihan edirdi. Dedi, yox. Əslən, məlikin başlarının qabağında insanlar yaltaqlıq çox edirlər axı. Deyir, yox. Bir hərdən hə. Məgər əmir onun duasını eşitmişdi. Eşitcək zamanla soruşmazdı axı. Demək, artıq qəlbi. Elə qəlbdən nədirsə odur. Qısa fayda olaraq təbii ki. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm mömini məsəl çəkir. Mömini bənzədir nəyə? Allah Resulü buyurur ki, Məsəlul mu'mini fi təvadihim və tərahümihim və təvasuluhum kəməsəlil cəsədil vahid. Möminin bir-birini sevməyi, bir-birinə rəhimli olması və bir-biri ilə çoxlu əlaqədə olması eyni cəsəd kimidir. Necə ki, əl bədəndən ayrılanda bədənin nisbət olmadığı kimi. Və sonra buyurur ki, İdə iştəkə minhu udvun, əgər üzvlərdən, bədən üzvlərindən biri şikayət edərlərsə, yəni ağrıyarlarsa,
Əl-hummə və səhəru. Başqa bədənin üzvləri də ağrıyar və əziyyət çəkər. Hətta yuxusu qaçar. Əs-səhər yəni yuxusu qaçar. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Əl-mu'minu lil-mu'mini kal-bunyan." Mömin üçün bina kimidir. Daşların bir-birinin üst-üstə qoyulub tikilən bir bina kimidir. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Yəşuddu ba'duhu alə ba'din." Və bir-birinə kesilir və Peyğəmbər sallallahu əleyhi və səlləm barmaqlarını bir-birinə kəsilərək onu ifadə edir. Çünki Allah Resulü Muhammed sallallahu əleyhi və səlləm həcindən idi ki, insanları onların başa düşdüyü şəkildə düzgün yolla öyrətsin. Düzgün yolla. Onların başa düşdüyü şəkildə. Onların başa düşdüyü ilə insanların beynini, insanların zehnini Peyğəmbər sallallahu əleyhi və səlləm yormazdı. Və barmaqlarını bir-birinə keçsərdi, deyərdi ki, bu belə. Mömin də mömin məsələ bina kimidir. Yəni, əl üst-üstə qoysa, bir-birindən çəkmək rahatdır. Amma barmaqlar bir-birini sıxsa, əli ayrılmaq rahatdır. Çətin olduğu kimi, möminlə məsələ belədir. Yəni, bir-birlərini sıx olarlar. Qəblərini Allah subhanahu wa ta'ala olan təqva birləşdirər. Və həmçində Peyğəmbər sallallahu əleyhi və səlləm İmam Əhməd rəhmətullahi əleyhinin rivayet etdiyi başqa bir hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "İnnel mu'mine min ahlil iman bi mənzilətir ra's minəl cəsəd." İman gətirən möminin bir məsələ öz qardaşlarının, möminlərin içindəki vəsfi cəsədin içində olan baş kimidir. Başının cəsəddəki qədri və qiyməti, dəyəri qədərdir. Ya'lamul mu'minu li ahlil iman. Necə ki, mömin başqa iman gətirənlərə acıdığı kimi, ola bilər ki, hansısa bir müsəlman əziyyət çəksə, mömin ona qəlbi yanmasın. Mömin, təbii ki. Mümkün deyil. Və həmçinin Peyğəmbər sallallahu buyurur ki: "Kəmə ya'lamul cəsədu üzr istəyirəm. Kəmə ya'lamul cəsədu lima fi'r-ra'si." Həmçinin necə ki, Allah Resulü buyurur ki, cəsəd də ağrıdığı və başına əziyyət çəkdiyi kimi. Ola bilərmi insanın əli ağrısın, rahat yatsın? Mümkün deyil. Baxmayaraq ki, yəni əl olmasa rahat yatacaqdın. Amma əlin ağrıdığına görə artıq yuxu qaçır. Dişin ağrıyır, yuxun qaçır. Və Peyğəmbər sallallahu buyurur ki, möminin məsəli, möminlərin içində mömin məsəli, yəni hər biri kəsin məsəli, iman gətirənlərin hər birinin kəsin məsəli, bədəndəki başın qədir qiyməti qədərdir. Onlardan biri ağrıyanda başqaları da ağrıyır. Amma əksi olaraq. Amma bugün möminlər və müsəlmanlar bir-birlərin ağrı və acılarına dəstək ola bilmirlər. Hətta nəinki dəstək ola bilmirlər, hətta o ağrıya və acıya yana bilmirlər. Allah bizi Peyğəmbər sallallahu dediyi möminlərdən etsin. Və bir qissəni xatırlatmaq istəyirəm. Tabinlərdən olan Abdullah ibn Şəddad radiyallahu rahiməhullah tabindir. O öz oğluna vəsiyyət edir. Və öz oğluna xeyir əhlini necə tapmağı, xeyir əhlinin olmağın əvvəla daha doğrusu səbəblərini zikr edərək oğlunun kədərləndiyini, ağladığını görür və oğlunun bu kədərini, ağlamağını saxlayaraq oğluna nəsihətlər eləyir. Subhanallah, insanlar var ki, öz ölüm ayağında da yazırlar nə qədər ona çatmalıdır, nə qədər buna çatmalıdır. Subhanallah, fərzə baxın, sələfin həyatında ki, hətta ölüm ayağında da belə onlar dinini öyrədirlər. Ölüm ayağında da hətta. Hələ bu ölüm xatırlatacağım deyəcəyim bu qissədə təbii ki. Hələ fərz edin, bunların məsələ ölüm ayağında hətta bunlar dinlərində bu cür idilərsə, vəsiyyətlərindən necə. O oğluna deyərdi ki, artıq heç bir geriyə çəkilməyəcək ölüm gəldi. Çünki artıq insan öldüyü zaman, ölüm yaxınlaşdığı zaman artıq onu hiss edir. Və buyurur ki, "Ərə da'i əl-mut la yuqli'." Artıq geriyə çəkilməyəcək ölümü mən görürəm, yəni hiss edirəm. "Və mən mada minna la yerci'." O bizdən birinə kimə gəlibsə, heç vaxt geri qayıtmadı. "Və mən baqiya fa ilayhi yanzi'." Əgər kim ki qalıbsa, sağdırsa, ona da gələcək. "Və leysə əhədun alayhi bimumtani'." Və kimdə ki, heç kimdə ona qarşı mane ola bilməyəcək. "Və ibni usika ya bunayya bi vasiyyatin fahfazha." Mən sənə bu şeyləri tövsiyə edirəm ki, oğlum, bunları əzbərlə, yəni bunlara əməl et. Və təbii ki, bunlar hamısı əvvəla özümə təbii ki, və sonra da sizin üçün bir tövsiyədir, bir nəsihətdir. Və Abdullah ibn Şəddad özü buyurur ki, "Aleyke bi taqvallahil azim." Ən birincisi Allah subhanahu wa ta'ala əzəmətli Rəbbindən ona layiqincə təqva, Allahdan qorxmaq. وَلْيَكُنْ إِخْوَانُكَ وَأَهْلُ بِطَانَتِكَ وَأُولِي الدِّينِ وَالْعَفَافِ وَالْمُرُؤَاتِ وَالْأَخْلَاقِ الْجَمِيلَةِ. Sənin qoy qardaşların, sənin qoy dostların ətrafında olanlar, öz dinində afiyyət içində olanlar, dinində, dünyasında yox. Düz təəssüf indi dünyasına görədir, amma dinində afiyyət içində olanlar,
Vəl muruat, yəni sünnələrdə, yəni hətta kiçik bir şeylərə titiz olanlar. Yəni qardaşa desən ki, qibləyə ayaq uzatmam ədəbdən deyil, haramdır. Hətta kiçik bir şeylərə dinində titiz olanlar. Vəl əxlaqil cəmilə, və dinində və əxlaqında gözəl olanlar sənin qoy qardaşların olsun. Sonra şeyx buyurur ki, və mən nə qədər qardaşları gördüm ki, bir-birlərinin əllərindən tutular. Və mən nə qədər qardaşlar gördüm ki, dilləri ilə, yəni bir-birlərinə nəsihət etdilər. Yəni xeyir əhlini öz oğlunu vəsf edir. Və sonra buyurur ki, və mən nə qədər qardaşlar gördüm ki, öz rəhmət qanatlarının altından qardaşlarını aldılar. Sonra burada şeyx buyurur ki, fəshəb həuləi tecid ixvanən, və bu, və belələrini özünə qardaş götür, və belələri ilə qardaş ol. Və sonra buyurur ki, və aləl ə'vanən, və xeyirdə də yardımlaşmaqla. Sonra şeyx buyurur ki, daha doğrusu tabiin öz oğluna buyurur ki, وَجِتَنِبِ الصِّغَارَ الْأَخْطَارِ, hətta kiçik günahlar, kiçiklər olsa da belə onları tərk elə. Və sonra buyurur ki, paxıllardan uzaq dur. Paxıllardan uzaq durmağı da oğluna nəsihət edir, hansı ki ona qadir olduğu halda. Və sonra buyurur ki, səni qorumağa gücü çatdıqları halda səni qorumayanlardan da. Və sonra şeyx buyurur ki, öz hətta nəsəbində, təbii ki, dinində olan nəsəb, hətta qaydacaq bir yeri olmayanlar, yəni o şeylər ki, dəlilsiz, dinindən naqis olan insanlardan uzaq dur. Və hətta şeyx burada subhanallah fikir verin, sonlarda gör nə buyurur. Və buyurur ki, وَلَا يَصْبِرْ عَلَى نَائِبَةٍ, hətta başına gələn bəlalarda və müsibətlərdə səbir etməyənlərdən də belə. Başına gələn müsibətlərdən, səbr etməyənlərdən belə uzaq durmağı öz oğluna nəsihət eləyir. Və sonra şeyx buyurur ki, o kəsləri sifətləndirir və buyurur ki, وَلَا يَنْظُرُونَ فِي عَاقِبَةٍ, o kəslər ki, sonra baxmırlar, insanların düşdüyü aqibətlər onlara ibrət olmur. Və sonra şeyx buyurur ki, burada فَإِنَّهُمْ إِنْ رَأَوْكَ فِي رَخَاءٍ سَأْلَمُوكَ, əgər sən yaxşılıq içində olsan, onlar sənlə dost olacaqlar. Sən neymətlər içində olsan. Və sonra şeyx buyurur ki, وَإِنْ رَأَوْكَ فِي شِدَّةٍ أَسْلَمُوكَ, əgər onlar səni çətinlik içində görsələr, onlar səndən salamat olacaq, yəni səndən uzaqlaşacaqlar. Və sonra şeyx buyurur ki, وَلَعَلَّهُمْ مَنْ يَكُونَ عَلَيْكَ مَعَ بَعْضِ الْأَعْدَى, hətta ola bilsin ki, onların içində sənə düşmənlər də çıxsın. Və sonra oğluna nəsiyyətinə davam edərək buyurur ki, وَعْلَمْ, bil ki, أَنَّ الرَّجُلَ لَا خَدِينَ, o kəsin ki, yanında xeyirli bir dost yoxdursa, əgər o kəs ki, yanında xeyirli bir dostu yoxdursa, şeyx onu bənzədirir ki, kədəyi şiməli bilə yemin, yəni sağı olmayan bir sol kimidir. Çünki şəriətlə bilirsiniz, yəni xeyir əməllər sağla əmr olunur və xeyri zəif və naqis olan əməllər isə solla, düzdürmü? Və hətta şeyx burada oğluna xeyir əhlini sağ tərəfə və xeyirdə naqis olan, yəni bu cür sifətin sahiblərini isə sol tərəfə bənzədir. Və sonra şeyx buyurur ki, وَخْلِطْ نَفْسِكَ مَعَ الْأَبْرَارِ, özüvü yaxşıların içində, yaxşılarla qat özüvü. Və sonra buyurur ki, وَطَهِّرْهَا بِالْفُجَّارِ, və facirlərdən, günahkarlardan da o nəfsi təmizlə, öz nəfsini təmizlə. Və sonra sonda böyük bir mənhəc qaydasını şeyx oğluna öyrədərək vəfat edir və buyurur ki, وَالْمَرْءُ يُعْرَفُ بِقَرِينِهِ, və kişi də yalnız öz yaxınlarına bilinir. Və kişi də yalnız öz yaxınlarına bilinir. Yəni, sona diqqət etirsəz, qardaşlar, bəlkə də ən əzəmətli söz sonundadır şeyx oğluna vəsiyyət edərək buyurdu ki, insan yalnız yaxını ilə bilinir. Fikir verirsə, bayaq yalnız şəxslərin özünü saydı. Bu xasiyyətdə, bu xasiyyətdə, bu xasiyyətdə, bu pis xasiyyətdə onların uzaq durmağı nəsihət etdi. Və sonra da oğluna nəsihət etdi ki, ola bilsin ki, gəncdir, bəlkə də bilməz və onu nəsihət etdi ki, bu şəxsləri bu keyfiyyətli və yaxud da bu keyfiyyəti zəif olanları axtarma. Dostlarına baxsan görəcəksən. Və bu da sələfin mənhəcindən idi ki, insanların özlərinin ətrafında olanlar artıq onların kim olduqları və nə olduqlarını bildirir. Və qısa bir fayda olaraq Şeyx Rabinin Mərhəbən ya Talibəl İlm kitabından bir fayda oxumaq istəyirəm. Bu faydanı oxumaqda, qardaşlar, səbəbim nədir? Və burada Şeyx qardaşlıq haqqında da bəzi məqamlara toxunur və burada Şeyx həmçinin də elmə və onun əhlinin ədəb haqqında toxunur və kitab da zaten elm tələbəsinin ədəbinə aid olan bir kitabdır.
Və təəssüf olsun ki, bugünkü gündə bəzi qardaşların, bəzi müsəlmanların düşdüyü naqisliklərdən şeyx burada toxunur və şeyx burada Allah Taala'nın öz kitabından ayəni xatırladaraq buyurur ki, Allah Taala buyurur ki: "Fələulə nəfərə min kulli firqatin minhum ta'ifatun yetefəqqahu fi'd-dini və liyunzira qawmahum izə rəca'u ileyhim la'allahum yerci'un yahzarun." Əsif. Və şeyx Allah Taala kitabında buyurur ki, sizdən bir nəfər, hansısa bir firqə Allahın dinini öyrənmək üçün səfərə çıxsın və ya da səfərə çıxsa və onu öyrətmək üçün də öz cəmaatına, öz qəbiləsinə, öz qövmünə dönsün və o qövmdə onlardan o elmi götürsün. Və Allah Taala buyurur ki, "İla'allahum yahzarun." Və ola bilər ki, ondan elmlə, yəni onlar üzərində olduğu xətalardan çəkinərlər. Və Allah Taala'nın öz kitabında alimlərə və alimlərin yanında olan elmin əhlinə verdiyi sifətdir ki, bu onlar azdırlar. Fikir verdi sayədə qardaşlar. Allah Taala deyir ki: "Vələulə nəfərə min kulli firqatin." Hər bir firqədən bəziləri. Allah Taala fikir versəz deməli ki, hamı getsin. Hamı. Fikir versə qardaşlar, Allah Taala burada azları çoxların içindən seçib çıxartmaqdan danışdı. Və burada Şeyx Rabi buyurur ki, hətta sahabələrin öz zamanında burada fikir verirsə qardaşlar, elm üçün səfərdən, Allah Taala elm üçün səfəri qeyd etdi, düzdürmü? Və hətta şeyx burada buyurur ki, hətta sahabələrin vaxtında belə və o sahabələr ki, rihlə deyirlər buna təbii ki, elm üçün səfər etməyi, o səfər edənləri şeyx burada iki sifətlə sifətləndirib. Vəl-muxlisun vəl-aqilun. Aqil insanlar və ixlaslı insanlar. Çünki elm üçün səfər aqil insanların və ixlaslı insanların sifətlərindəndir. Hətta sahabələrin vaxtında da belə və şeyx burada buyurur ki, hərdən bir kiçik məsələ üçün, hərdən bir sual üçün də belə onlar səfər eləyərdilər bir-birlərinə. Baxmayaraq ki, onlar Muhammed sallallahu əleyhi və səlləmin yanındaydılar. Hətta bir dəfə sahabələrdən birinə ya Məkkədən, ya səhv etmirəmsə Mədinədən sahabənin biri səfər eləyir və onun yanında bir məsələnin hökmünü soruşur. O deyir ki, sən oradan bu diyara, bu bir sual üçün mü gəlmisən? Deyir, hə. Deyir, bəlkə bir ticarət üçün gəlmə, onu yoxlayır. Bəlkə bir ticarət üçün gəlmişdin. Sadəcə olaraq məndən gəldin, bunu bəlkə soruşursan. Deyir, yox, heç bir ticarət üçün gəlməmişəm. Yalnız və yalnız bu bir şey üçün gəlmişəm. Bu bir sualın cavabı üçün gəlmişəm. Deyir, yalnız və yalnız bu bir sualın cavabı üçünmü? Allah sahabələr idi. Yəni, nə tabiin deyildi, nə tabiinlərdən sonra gələn xeyr əhəl deyildi. Bu sahabələrin məsələ idi. Və Şeyx Rabi burada sonda gözəl bir fayda verir. Təbii ki, verdiyi bütün faydalar gözəldir. Və həmçinin də sonda dayanacağımız son olaraq burada Şeyx Rabi buyurur ki, və onların sifətlərini elmdə səfər edənlər və elmdə səfər edənlər yanında olanlar, alimlərin məsəlini və alimlərin yanında olan o xeyirli sözə. Çünki ayənin sonunda diqqət yetirdi, Allah Taala deyir ki, "La'allahum yahzarun." Yəni o azların sözünü, azların olan elmindən faydalanıb o çoxluq bəlkə dönərlər. Yəni xətalardan dönərlər sözünə buyurur ki, "Və təvahhadahum bihi kelimatahum." Və bu xeyirlə onların sözləri birləşdi. Və sufufəhum və onların səhvləri birləşdi. Və insanın sözünün bir olması üçün və səhvinin bir olması üçün nə lazımdır? İnsanın xeyr əhlinə Allah Subhanahu və Taala'nın içlərindən çıxardıb göndərdiyi, o içlərindən çıxardıb göndərdi ki, Allahın dinini öyrənib. Təbii ki, alimlər və alimlərin yanında olanlar, Allah bizi onlardan eləsin və bizi onlara yaxın eləsin, onlardan gedir və onların xeyrindən danışır və o xeyrə səbəb olmaq, o xeyrə nail olmaq üçün, o xeyrin daha doğrusu nəticəsidir ki, insanın həm sözü, həm də səhvlərinin bir olmasından irəli gəlir və səhvlərin bir olmasına hətta nəsib edir, müvəffəqiyyət göstərir. Və bu da bugünkü günün müsəlmanların, qardaşlarımızın isə bəzi naqisliklərdəndir ki, qardaşlarımız hərdən yəni səhvlərində hətta salamat cəmaatımız, salamat qardaşlarımız, sələflər, hətta səhvlərində də hərdən fərqlər, təfriqəçiliklər törədirlər. 3 nəfər, 4 nəfərin içində bir nəfəri çağırmaq, gedək, oturaq, bu axı təfriqəçilikdir. Yəni, hamı çağırmaq lazımdır. Hamı çağırmaq lazımdır. 3-4 nəfər qalsa, qardaş gəl, gedək, mənlə oturaq. Axı bu təfriqəçilik Peyğəmbər sallallahu axı bunu qadağan edib. Və həmçində danışdığımız və mövzumuzun əvvəli olan təqva, o təqva ki, Allah Subhanahu və Taala'nın qorxudur və o qorxunun ki, səbəbi hansı ki, danışdığımız bu faydalar idi ki, qardaşlığın səbəbi ilə əmələ gəlir və o qardaşlığımızın içində naqisliklərdəndir ki, təqva bizdən uzaqlaşır.
Allah subhanahu wa ta'ala istəyirəm ki, o təqvanı əvvəla özümə, sonra da sizə nəsib eləsin və onun üzərində bizi, məni və sizi hamımızı sabit saxlasın. Çünki elə qurtuluş da, sonunda gözəl sonluq da elə onunla birlikdə olacaq. Əzun Allah bilir. Və subhanəkə Allahum bihamdik. Əşhədu ən la ilahə illə əntə, əstəğfiruka Allahumma və etûbu ileyk.